Axşamınız xeyir olsun, salamlar müəbbinizi. İlk öncə futbolçularımı təbrik edirəm. Bəlkə də ən bizim üçün belə ağır, gərgin oyunlardan biri idi. Və baxmayaraq ki, rəqibimiz bizə qarşı heç də uyğun bir rəqib deyil idi. Amma bu oyuna biz tam yaxşı hazırlaşa bilməmişdik. Çünki son 2 günə kimi demək olar 8-9 futbolçu ilə hazırlaşmışdıq biz bu oyuna. 12 futbolçumuz milli komandadaydı və oyuna kimi də demək olar ki, Kevin cəmi 2 məşq eləmişdi. Həm zədə almışdı, həm naxoş idi və digər oyuncuların olmaması istər-istəməz komanda şəklində normal məşqimiz olmamışdı. Amma ümumən belə bizim üçün heç də uyğun olmayan rəqibə qarşı çox vacib bir qalibiyyət əldə elədik və ilk hissədə siz də şahid oldunuz ki, daima uzun top, istərsiniz biz tam belə meydanda öz yerimizi lazımi dəqiqələrdə, lazımi vaxtda doldura bilmirdik. Buna baxmayaraq, çox vacib qalibiyyət, futbolçularımı təbrik edirəm və azarkeşlərə çox xoş idi burada oynamaq. Həm də azarkeşləri qarşısında, həm öz azarkeşlərimiz qarşısında belə düşünürəm ki, qarşıdakı son belə deyək mikrotsikla çox yaxşı bir başlanğıc oldu. Buyurun, Bəşər. Komandaların vasitəsilə təbrik edirəm. Məncə istədiyiniz atmosferi görə bildiniz, dolu tribunalar və meydanda güzərsiz mübarizə. Bəs keyfiyyət baxımından necədir? O istədiyiniz səviyyət çatdırır, yoxsa elə baxımdan? Yox. Onun çatmağa hələ çox illər var. Keyfiyyət yəni elədir ki, gərək keyfiyyəti yaxşılaşdırmaq üçün daima yaxşı şəraitdə olasan, daima futbolçuların sağlam olsun. Amma belə sıx bir qrafikdə oynayan komandalar üçün, məsələn, bizim üçün heç də asan deyil. Bəlkə indidən sonra komanda biraz tam özünə gələ bilər. Amma hər bir halda yəni, biz böyük komandalarda bunu görmüşük, hansı ki, həm Çempionlar Liqası, UEFA kubokları da mübarizə aparan komandaları görmüşük ki, daima keyfiyyət həmişə istəklər səviyyədə olmayıb. Amma ümumən belə futbolçularına razı qaldım ki, yaxşı mübarizə apardılar. Texniki səhvlər çox olsa da, amma ümumən yaxşı mübarizə apardılar. Buyurun. Basımın sportunda təbrik edirəm. Bugün Toz Qol Akademiyasının binasının açılışı oldu. Üzür sizi də gözləyir orada. Daha doğrusu düşünürsünüz, siz də olarsınız. Həm Cəlair Müqəddəsin üzmək, həm Qurbanov kimi. Orada yarım saat, 1 saat vaxt ayırarsınız. Dəvət olmamışdı, yoxsa olmuşdu, vaxt tapa bilmədiniz? Oyuna hazırlaşırdıq, düzü. Yəni, ümumən belə açılışda iştirak etməyin mənim üçün belə deyək də biraz komandanı qoyub getməyin bir o qədər də uyğun olmaz idi. Məncə belə bir çox da önəmli deyil idi. Ona görə biraz belə bir addım atdıq. Əvvəlcədən bildirmişdim ki, belə oyuna hazırlaşacağam. Çünki çox vacib oyundu bizim üçün. Bu çoxdan, yəni bu əvvəldən bildirilmişdi. Buyurun. Buyurun verirsin. Qurban müəllim, altən qapı mövqeyi rotasiya olur. Qarabağda isə hər oyun bir qapısı meydana çıxırlar. Bu onların performansına necə təsir edir? İnşallah yaxşılığa doğru eləyir. Çünki yəni bu da gərək hər qapıçıya biz şərait yaradaq ki, ən azından öz idman formasına uzaq olmasınlar. Amma hər bir halda bəzi qapıçılara daha çox yer ayrılır, daha çox belə deyək, şans verilir. Amma yəni ən uyğunu çox da dəyişməkdir qapıçı mövqesində. Ki, daima yəni bu oyunların hamısında bir qapıçının iştirak etməsi daha yaxşıdır. Amma yəni biz şərait yaradırıq ki, çünki qarşıda düşünmədiyimiz, gözləmədiyimiz bir anlar ola bilər ki, ona görə qapıçılar hazır olsunlar. Buyurun. Bu mövsüm bu tura kimi Toronto'yu məğlub edə bilməməyizin bir həyəcanlı gərginliyi var idi komanda. Olmamış olmaz idi yəqin. Biz nə qədər sakitləşdirsək də, çünki futboldur, yəni elə olur. Yəni
Yəni bəzi komanda sənin üçün uyğun olmur. Nə qədər sən liderlər sırasında olsan da elə komandalar var ki, ona qarşı oynamaq uyğun olmur. Amma gərginlik məncə var idi. Məncə var idi. İndi hamımız istəyirik qalib gəlməyə, amma yəni məğlub da olsaq və yaxud qalib gəlməsək də, yəni biz bunu bir peşəkar kimi qəbul edirik ki, futbolun bu tez-tez rast gəlinən bir hissəsidir. Buyurun. Hakimlik səviyyəsi belə bir oyun olmalı. Məncə bugün belə Sizə də kifayət qədər narazı oldunuz. çox yox, belə də bəzi epizodlarda oldu. Birində də görmədim. Bir mənim qarşımda olandı, bəlkə onu deyirsiniz, ona görə biraz daha çox narazılıq edim. Bir də kornerlərdə, biraz cərimə zərbələrində biraz oyuncuları çox, bir neçə oyuncusu var ki, yəni top haqqında ümumiyyətlə düşünmürlər, sadəcə bizim oyuncuları deyək, loq qoyurlar. Bu nə dərəcədə qəbul olunandır, bilmirəm belə. Amma ümumən belə, məncə epizodlarına imkan verirdi ki, oyun tempi çox düşməsin. Buyurun, başqa sualımız? Buyurun. Buradan qapsılat oldu. Kurtis səhvimizə qış fasəsi sonra oynamıyor lazım. Yəni, heç şans verilməyən, biraz namizədlərdən biridir. Yox, getmə, yəni sadəcə qapıcı və göstərədir ki, yaxşılar olsun, ən ağır bir mövqedir, hansı ki, hər oyuncuya belə deyək də, yəni hər dəfə şans vermək olmur, amma digər tərəfdən biraz limit məsələsi də olurdu, hansı ki, mesela Şahruddin daha çox oynadırdıq və qarşıdan oyunlarımız var, yəni sadəcə bu arada son vaxtlar biraz Şahruddinlə Koçalski idi. İnşallah olacaq, qarşıdakı oyunlarda olacaq inşallah. Buyurun ki. İlkin Sultanın qərar məsuliyyəti tərəfçiyəm. Millinin oyundan sonra Qarabağın futbolcusu, çok kaygılar təşkil tutuldu. Elvin Zəfər Quliyevin günümüzə bərəqə alması Turalın media mənsubuyla danışıb. Tərzi daha sonra Nərmin Axtisatənin azadkeşlər diyalogu deyək. Qarabağın futbolcuların millinin oyundan sonra təqlid atəşdən tutulması sizdə necə fikir formalaşdırdı? Birincisi istəmərəm əlbəttə ki. Əlbəttə ki, mən ümumiyyətcə həmişə futbolçularına bildirmişəm ki, milli komandaya gedəndə bir yaxşı mənada intizamlı olmalıdırlar, yaxşı mənada hamı seçilməlidirlər. İkinci, ümumiyyətcə bəzən belə ümumən baxsan narazılıqlar bəzi diyaloqlardan daha çox belə qaynaqlanır da, elə bil yəni orada nə Turalın, nə Nərmanın yəni hansısa bir anti bir, əks bir fikir bildirmə bir düşüncələri yox idi. İstər-istəməz belə bir oyundan sonra hətta mənə bəzən bəzi suallar verəndə mən görsən ki, o andan düzgün məsələn qərar verə bilmirəm. İstər-istəməz biraz gərginlik olur. Hətta bu təkcə məğlubiyyətdən sonra, ümumiyyətcə qalibiyyətdən sonra da bəzi jurnalistlər, bəzi sizlər elə suallar verirsiniz ki, bəzən mən ola bilər ki, onu hansısa bir daha yaxşı formalar sizə çatdırmağa çalışım, amma görsən biraz bir söz görsən alt-üst eləyir hər şeyi və onlarda da yəni Tural yəni özünüzdən bir şey görmürsünüz ki, Tural nə meydanda, nə meydandan kənarda hansısa bir intizamsızlığı olmayıb onun, kiməsə qarşı, eyni ilə də Nərmanın, yəni belə sadəcə o bəzən elə diskussiyalar, diyaloqlar gedir ki, istər-istəməz hansısa bir qarşındakının da sənə biraz bəlkə sərt formada deməsi, qarşıdakının da bəlkə hansısa bir ağır şəkildə deməsi sənin də səs tonunun biraz qalxmasına gətirib çıxarır. Amma belə ümumən yəni bu məncə biz qarşıda da bunu rast gəlinəsi bir epizodlardır. Məncə amma ümumən belə yəni uşaqlar belə başa aşağı yəni heç kimlə işi olmayan, ümumiyyətcə belə pis düşüncələr olmayan bir futbolçulardır. Sadəcə onların çatışmazlığı nədə ola bilər? Zəif oyunlarında. Zəif oynayar, onda lazım qədər tənqid olunurlar hansısa bir məğlubiyyətdən sonra. Amma belə ümumən istəmərəm ki, onların adı halalansın, amma ümumən belə məncə biraz hamımız belə necə deyək, normal yanaşmalıyıq. Çox da yəni əks düşünməyək də ki, hə futbolçu da azarkeşə qarşı belədir və yaxud sizlərə qarşı belədir. Yəni belə bir düşüncə dəfələrlə bugünə kimi
müsahibələr almısınız Turaldan və yaxud Nərmandan və yaxud yəni tanıyırsanız ki, yəni elə uşaqlar deyirlər. Ümumi Nərmandan söz düşmüşkən, bəlkə gözlərimdə baxdı, ötən həftə Nərmanın adı müayinə yavaşı alındı, amma keçib, məsələn, reallaşmadı. Nə ilə bağlı səbəbini bilmişdə? Təklif oldu, real təklif oldu, bəli. Kluba təklif göndərdilər. Sadəcə bir klubla klub arasında razılıq əldə olunmalıydı. İstər-istəməz böyük ehtimal Möldə bizim dediyim şərtləri qəbul eləmədi. İkincidəki ayın səhv etmirəmsə 27-sinə kimi deyilmi? 27-si bitirdi. Yəni 27-sinə kimi həll olunmalı. Yəni 2 gün, 3 gün içində biraz bizim üçün də qərar vermək işte asan deyil idi. Qarşıda bu cür oyunlarımız var və özü üçün də bəlkə də elə bir qərar vermək asan deyil idi. Ona görə biraz amma istəyirlərsə yəqin ola bilər gələcəkdə mayda söhbət yenidən davam eləsin. Baxacaq, amma sevindirici haldır ki, minimum real təklif oldu. Amma əvvəllər suallar verir ki, filan onun üçün istəyirlər, deyim, qardaş, real təklif yoxdur, ona görə biz də şey deyə bilmərik. Amma bu real idi. Böyləsə, Qurban müəllim, Elvinin Turaldan Nərmanı almışdınız, bəs bu Elvinin problemi nədir? İnansan, nə sən bilirsən, nə mən bilirəm, nə özü bilir. Yəni, futbol bilsən elə bil ki, o, necə deyim? Yox, o film, kino var, Nimizduçidə, Bəxsiz deyil mi? O, Pierre Richard oynayır deyəsən də belə. Yəni, bu elə bil ki, elə bir qapqana düşüb də belə. Baxsan, qırmızı alan epizodlarını, sarı alan epizodlarını özünü bəlkə də indi heç nədən, belə deyək də, yəni istəməyərək alınan bir kartlardır. Amma çox böyük səhvlər eləyir, əlbəttə ki, yəni belə kartların alınması, əgər bir oyun üçün başına gəlirsə, deməli, həqiqətən problemi var. Amma gözləyirik təcrübə ilə, yəni düzələr. Bir oyun, 2 oyun düzəlir, görürsən sonra yenidən nəsə yenə olur, yenə bəxtsiz olur. Amma daha əlbəttə ki, diqqətli olmalıdır, çünki əgər komandanın aparıcı oyunçusansa, bu cür vacib oyunlarda, yəni milli səviyyəsindəki oyunlarda və yaxud bizim Qarabağ Avropa səviyyəsi oyunlarında belə hallar, yəni oyunun, belə deyək də, həll edici məqamlarıdır. Biz milli komanda deyərik ki, yoldaşlıq oyunuydu, oyunun son dəqiqələri idi bu başqa, amma ümumən bu sabah lazımi yerdə, çox vacib bir yerdə gətirib onu çıxara bilər ki, yəni məğlubiyyətin səhvkarı elə birbaşa özü olsun. Başqa sual var edin. Çempionlar Liqasının səsi gəlir bayaqdan. İnşallah yəqin ki, orada düşəcəksiniz. Ən azı mərhələdə. Bu heyətdə müqavilələri bitən futbolçularla danışıqlar, nəticələr əldə eləmişsiniz, yoxsa mani edirsiniz? Yox, hələ qarşıda bir neçə ayımız var. Çünki belə hər hansı bir dəyişikliklər etmək istəyirik. Əlbəttə daha yeni, bəlkə futbolçular hamısı qalıb, əlavə futbolçular gətirmək. Çünki bu dəqiqə birdən-birə mən deyim ki, bir 5, 6, 7 futbolçu komanda gətirə biləcəm. Yəni bu heç də asan deyil. Ona görə çox diqqətli olmalıyıq. Biz biraz zamana buraxmalıyıq bunu. Biz öz işimizi davam elətdiririk. Davam eləyir, yəni bizim oyunçu axtarışlarımız. Amma hər bir şey hələ qarşıdakı, hansı ki, mayın sonlarına yaxın, belə deyək, daha dəqiq qərarlar verəcək, net qərarlar verəcək. Çox sağ olun. Oldu, çox sağ olun.